Heydər Əliyev gələndən, yəni İlham Əliyev gələndən bu deputatdır. Deyəsən, məncə 25 il deputat idi. Amma bu dönəmdə onu seçmədilər. Təsəvvür edin. Onu da mən bilən niyə seçmədilər, mən dəqiq bilmirəm, amma əlaqələndirirəm ki, bununla. Deməli, bu Nizami Cəfərovun işi nədən ibarət idi? Jüliklik etmək, ona buna kırşalıq eləmək. Məsələn, sən deyək ki, gedib quldurluq edirsən, ev tikmədə filan da zadda, mən də deyək ki, filan kəs gətirir, mənə deyir ki, bəs Nizami Cəfərov, ala bu boyda pulu mənə deyirəm, filan kəsə deyirəm, mənə bir filan şey eləsin. Mən onun şeydə oxudum, internetdə baxanda həmin adamların Nizami Cəfərov haqqında dediklərini. Deməli, gəlib öz əlinlə verdiyi pulu istəyir, vermir, deyir, get, istəyirsən get prezidentə deyir. Təsəvvür edirsiniz? Yəni, daha bu şeydir, Atatürk də oturub, Heydər Əliyev haqqında bir-iki dənə kitab yazıb. Yəni, o da bezlərli kitablar da olar, kim oxuyur, kim də oxuyan? Mən 90'da gəlmişdim televiziyaya, haradasa bir 10 il bununla, bu bizdə Azərbaycan dilindən bağlı veriliş yapardı. Böyle salam ürəşimiz, münasibətimiz, planımız var idi. Mənim telefonumu bir zəngindən götürürdü. Zəng edirdim, bir dənə deyək ki, birinci zəngdən sonra həmən götürürdü. Mən təsəvvür edeyim, işdən çıxdım, təsəvvür edeyim. İşdən çıxandan sonra bir-iki dəfə buna zəng elədim, bir dəfə də olsun mənim telefonum açmadı. Eşidəndən sonra ki, mən işdən çıxmışam, təsəvvür edeyim. Yəni, insanın şərəfi, ləyaqəti budur. İndi gəlin, görün bu adam nə deyir. Bunu prost mən bunu eşidəndə özündən uydurub və təsəvvür edeyim, bunu prezident qoymuyor deputat olmağa. Yəni, deyir, tabi bəsdir, qoca kişilik etsin, Atatürk mərkəzində qurdalansın falan. Mərkəz Atatürkdür, amma Atatürkdən bağlı heç nə yoxdur orada. Gəlin, buna qulaq asaq, sonra davam etdirək. Deyəm ki, o təkliflə razıyam ki, Azərbaycan prezidentinin doğum günü həm Azərbaycan Respublikasında, həm dünya Azərbaycanlılar arasında belə bir milli bayram kimi, gün kimi qeyd olunmalıdır. Buna bəlkə də Azərbaycan prezidentinin şəxsən özünün də ehtiyacı yoxdur, amma xalqın ehtiyacı var. Təsəvvür edirsiniz, indi bu adam, inanın, bu adam oturur öyle fikirləşir ki, təzdən bu prezidentin, bu yaxınlarda bundan biraz da əvvəl o Rus dilindən bağlı bir iki dənə söz demişdi ki, yəni, mən də burada götürdüm, yazdım ki, bu Nizami Cəfərov bunu deməklə deyir ki, mən hələ gəncəm, alıb satmağı bacarıram, yəni, məndən canım suludur, hələ mən, cənab prezident, mən sizə lazım ola bilərəm, yəni, müəyyən məsələlərdə falan da, yəni, məni qaytarın milli məclisə. Mən elə bunu vermişdim, sonra gördüm bir nəfər yazdı ki, bəs, qardaş, elə bir mənim fikrimi oğurlayıb yazmışsınız buraya.